Salam əziz 4-cülər və valideynlər, sizləri kanalımda xoş gördük. Biz bugün 4-cü sinif Azərbaycan dili 2-ci hissə dərsindən səhifə 105-də olan tapşırıqları həll edəcəyik. Tapşırıqlara keçməmişdən öncə nəzərinizə çatdırım ki, biz artıq 4-cü sinif Azərbaycan dili 2-ci hissə dərsini yekunlaşdırmış oluruq. Və sizə növbəti tədris ilində müvəffəqiyyətlər arzulayıram. İnşallah artıq yeni tədris ilində yeni dərslərin izahı ilə videolarımızı paylaşmış olaraq. Siz də bizim bu videolarımızdan yararlana bilərsiniz. Artıq siz ibtidai sinifi yekunlaşdırmış olursunuz. Yeni tədris ilində artıq 5-ci sinifdən dərsliyi ilə tanış olmuş olaraq. Gəlin başlayaq. Tapşırıqlara keçməmişdən öncə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Gəlin başlayaq. Dil qaydaları, durğu işarələri. Çalışma 4A. Nümunələr əsasında o, bu əvəzliklərindən sonra vergülün işlənmə qaydasını izah edin. O oxuyur və yazır. Çalışma buradan başlayaq. 1. O oxuyur və yazır. Burada o'dan sonra feil gəldiyi üçün vergül işlənmir. 2. O sərgidəki kitablar haqqında məlumat verir. O əvəzliyi mübtədanı əvəz edir və ondan sonra əsas nitq hissəsi gəldiyi üçün vergül qoyulur. 3. Bu qadın Əhmədin anasıdır. Bu işarə əvəzliyi olduğu üçün vergül qoyulmur. O qız bizim binada yaşayır. O işarə əvəzliyidir və vergül qoyulmur. O bizə hər şeyi izah edəcək. O'dan sonra əvəzlik gəlir deyə vergül işlənmir. O qırmızı gülləri çox sevir. O mübtəda vəzifəsindədir və ondan sonra sifət gəldiyi üçün ona görə vergül işlənir. Çalışma B. Uyğun yerlərdə vergülü əlavə etməklə cümlələri köçürün. Unutma, aydan sabah səhər görüşməliyik. Burada unutma sözündən sonra və aydan sözündən sonra vergül işarəsi qoyulur. O gülür, vergül əylənir, rəqs edirdi. Burada gülür sözündən və əylənir sözündən sonra vergül işarəsi qoyulur. Bir sözlə nəticələr çox yaxşıdır. Burada bir sözlə sözündən sonra vergül işarəsi qoyulur. Murad, vergül, Elşən, vergül, Tahir. Eyni komandada oynayırlar. 5. Biz elə izah etməliyik ki, onlar anlaya bilsinlər. 2-dən sonra vergül qoyulur. 6. Araz, sən bunu bilmirsən. Burada Araz sözündən sonra vergül işarəsi qoyulur. Çalışma C. Çalışma C. Verilmiş nümunələrdə 3 nöqtənin funksiyasını izah edin. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin, həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. 3 nöqtə Heydər Əliyev. Burada statın ixtisar olunduğu göstərilib. 2. Dayan, sənə sözüm var. 3 nöqtə. Burada fikrin bitmədiyi bildirilir. 3. Mən bunu bacarmaram. Danışanın həyəcanlı olduğunu bildirir. Keçək çalışma C-yə. İxtisar edilmiş və rəqəmlə yazılmış sözləri tam ifadə etməklə cümlələri oxuyun. Arzu işlərini bu cür planlaşdırdı. 2 nöqtə. 1. Nahar etmək, 2. dərnəyə getmək, 3. istirahət etmək. 2. Sizi 3-cü gün saat 9-da teatrın qarşısında qarşılayacaqlar. Kisədəki unun çəkisi 45,5 kiloqramdır. Çalışma D. Cümlələrdə çatışmayan durğu işarələrini müəyyən edin. Uşaqlar İxtiralar adlı divar qəzeti tərtib etdilər. Burada ixtiralar sözü dırnaq işarəsi içərisində yazılmalıdır. Arzu öz-özünə düşündü. Mən qalib olmalıyam. Burada mən qalib olmalıyam dırnaq işarəsi içərisində yazılmalıdır. Jules Verne'in Hava şarında 5 həftə əsəri maraqlı idi. Hava şarında 5 həftə dırnaq işarəsi içərisində yazılır. Dünən kinoteatrda Seyirli Xalat filmi nümayiş olundu. Burada Seyirli Xalat dırnaq içərisində yazılmalıdır. Əziz 4-cülər, bugünkü tapşırıqlarımız bu qədər. Növbəti tədris ilində görüşənədək sizlərin hər birinizə uğurlar arzulayıram. Artıq siz
müvəffəqiyyətlə ibtidai sinifi bitirmiş olursunuz. İnşallah növbəti videolarımızda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Hələlik.